Baş leytenant Rəfiq. Ha, lap yaxşı. Siz bilmirsiniz dilənmək qadağandır. Dilənmək? Aha. Ayıbdır, nə dilənmək la? Sən ala mənə bir 300 metr qıraqdan bax gör mən giyimimdən, əynimdən dilənçi oxşayıram. Ay kişi, mən 300 metr qıraqdan səni 1 saatdır izləyirəm. Gələndən də pul istəyirsən, gedəndən də pul istəyirsən. Sən işin gücün yoxdur, mənə güdürsən. Nə dilənmək la? Ayıbdır la sənin üçün. Ala, prosta xəstəyəm də, dərdim var. Yaxınlaşıram ona dərdimi deyirəm, cibimə pul basırlar. Bu meyxanaçılar necə eləyir? Ha, Gözlərinə gəlib meyxanaçı. ciblərinə pul basırlar. Bunlar dilənçidirlər. Ha, ay kişi, meyxanaçı, mənim üçün burada şeir qəzəl demə yenə, nə başa düşürsən sən? Ala sən mənə belə bilməyim, mən beləyəm. Mənim adamlarım var. Bir dəqiqə zəng edirəm, töküşüb gələrlər. Kimsəsi Nömrədir də, nömrədir, bir dənə nömrədir, ha. Ala yaz, yaz. Ha. 211. 211, sonra. Mənə bax, sən bu Sonra. nömrənin başlığı səni qorxutmadı 211. Ha, bas. Nə başla la? Bas buna Ana bas. nə başla la? Ana mən anadan olanda mamasanın əli dəymir, be mənə. Əlimi bırax, ala üzüm. Ala üzüm dedirəm də, ala lazım. Ha, bax, ünü bu salar, Ala salar. gəl. Ala mənə belə danışma, sən.